Hətta deyirlər, orada bir xristiyan həkim var idi. Ömər Səd çağırdı, dedi, gəl, ged ora bir nəfər düşüb, canı bədənində də ancaq, ged onun başını kəs, gətir mənə. Bir neçə adam getmişdi, qayıtdı geri. Deyir, bu da getdi. Bu gedəndə baxdı, gördü ki, bir nəfərdir düşüb. Bu döyüşməyə gəlməyib. Ömər Sədin qoşununda bunun işi həkimdir. Yara bağlamağa gəlib. Dərman qoymağa gəlib yaralara. Ömər Səd dedi, bu xristiyandır, göndərin bunu da, qoy geçsin. Bu eləyər, bu işi görər. Deyir, gəldi, baxdı. Baxdı, dedi, yaralı, sən kimsən? Deyir, İmam Hüseyin ağa gözlərini açdı belə, o çıxır yerdə, qan dolan gözlərini açdı. Dedim, Məsihi, xəbərim var sənin gəlməyindən. Bilirəm ki, gəlmisən. Nəyə gəlmisən, onu da bilirəm. Nəyə gəlmisən, onu da bilirəm. Sonra qayıtdı, baxdı buna, dedi ki, axı, sən kimsən? Dedi, mən Hüseyin İbni Əli. Dedi, Peyğəmbər balası, bizə səhv məlumat veriblər bəzilərinə. Bu xaricidir. Deyir, orada özü ilə qılınc gətirmişdi ki, İmam Hüseyin əleyhissalamı mübarək başın bədənindən ayırsın. Deyir, həmin qılıncı İmam Hüseyin əleyhissalama qarşı işlətmədi. Dedi, Hüseyin, şahid ol, ey Hüseynin Allahı, şahid ol, mən iman gətirdim. Kəlmə şəhadəti deyə getdi Ömər Sədin qoşunun üstünə, vuruşdu və o da şəhid oldu. İslamı qəbul elədi, həmin dəqiqədə vuruşdu, şəhid oldu. Tarixdə mən görmüşəm, deyir, bu şəhid olub, düşən yerə İmam Hüseyin ağa üzün çevirdi, gözünün ucu ilə baxdı ona. Deyir, bu da baxdı, gördü, İmam Hüseyin əleyhissalam baxır buna. Bu məktəbdir, vallahi bu hidayət məktəbidir. Bizə deyirlər, niyə məclis keçirdirsiniz, İmam Hüseyini yad edirsiniz? Hidayət olmaqdan ötürü. Həl min nasirin yansuruni, deyir, gözünün ucu ilə baxdı. Ariflər o gözücü baxmağa məna veriblər. Bilirsiniz, niyə baxdı o İmam Hüseyin əleyhissalam ona? Dedi, bağışda, sən bilirsən ki, bu ürəyindən keçirdirdi. Mən bilirsən ki, mən oğlum Əli Əkbərin başının üstünə şəhid olanda gedirdim. Bilirsən ki, Əbəlfəz şəhid olanda başının üstünə gedirdim. Sən indi mənə baxırsan ki, ya, sənin başının üstünə gələ bilmirəm, məni bağışda başının üstünə gələ bilmirəm. Ondan hidayət oldu, getdi cənnət. Həl min nasirin yansuruni. Ağanın neçəsi yoxdur, tək qalıb. Amma son ana qədər bir nəfər ola bilər də. Hətta deyirlər, Tasua günü, Məhərrəmin 9-cu günü döyüş başlamalı idi. Amma ağa uzatdı onu. Niyə? Orada hələ qalanlar var. Orada qalmamalıdır. Onlar oradan çıxmalıdır. Onlar mənlə bir yerdə olmalıdır. Mən o hissəni saxlayıram ki, həqiqətən də İmam Hüseyin əleyhissalam Peyğəmbərin əhl-i beyti gəmidir, Nuhun gəmisidir. Onların hidayəti var. Onların təkcə işi xilas eləmək deyil, həm də hidayət eləməkdir. Bu günlər Həzrəti Rüqəyyə xanımın da şəhadət günləridir. Bilirsiniz ki, xanımın 3 yaşı vardı. Tarixdə belə məşhurdur ki, 3 yaşında Həzrəti Rüqəyyə xanım o başsız bədənin üstündə, mübarək başın üstündə canın tapşırdı. Tahir-i Şami deyir, Yezidin yanında oturmuşdum, gördüm ki, ağlamaq səsi gəlir. Hər yeri bürüyüb. Özdə bilirsiniz, Yezid onları xarabalıqda saxlayırdı. Sarayının arxasında ya yanında bir yer var idi, xarabalıq idi ora, viranəli idi. Üstü açıq bir yer idi, deyirdi, aparın, saxlayın orada onları. Tarixdə belə də yazır, Kərbəlada susuzluqdan əziyyət çəkənlər Şamda aclıqdan əziyyət çəkirdilər. O balalar, İmam Səccad ağa, xanım Zeynəb aclıqdan əziyyət çəkirdi. Yemək vermirdilər bunlara. Deyir, baxırdılar balalar belə çölə, görürdülər ki, indi evin başçısıdır da, axşam evə gedir. Deyir, gündüzlər çox isti olardı, gecələr çox soyuq olardı, Şamın belə bir havası vardı.
Deyir, baxırdılar çölə, görürdülər ki, ata zəmbillə gedir evə. Baladır da, baxır oradan, müəyyən yer var, baxır. Deyir, axır üzün tutdu xanım Zeynəbə, bibi, bu əmilər hara gedirlər belə? Bala fikrin yayındırırdı, deyir. Onda qayıdıb, balalar qayıdır, deyirdilər ki, axı əlində zəmbil var, deyəsən yemək aparır balalarına, övladlarına. Bəs bizə nə vaxt yemək gətirəcəklər? Basırdı bağrına xanım Zeynəb bu balaları, İmam Səccad ağa bu balaları, oxşuyurdu, ağlayırdı bunlara. Deyirlər, həmin gecə xanım Rüqəyyə bu gecə. Xanım Rüqəyyə ağladı. Hey, ağlayırdı. Bilirsiniz ki, İmam Hüseyin əleyhissalamın tarixdə belə də yazırlar ki, xanım Rüqəyyə Şamdakı elçisi idi. İmam Hüseyin əleyhissalam Şama bir elçi göndərdi. Yezidin sarayına bir elçi göndərdi. Yezid, sən bunları xarabalıqda saxlasan da, amma bir müddətdən sonra bu xarabalıq milyonlarla insanın ziyarətgahına çevriləcək. Sən deyən olmayacaq, Allah deyən olacaq. Milyonlarla insan xanım Rüqəyyənin qəbrinin ziyarətinə gedirlər. Bəs bura xarabalıq idi. Tahir Şami deyir, mən gördüm, çox ağlamaq səsi gəlir. Deyirlər, Yezid ayıldı yuxudan. Dedi, Tahir, bu kimdir belə ağlayır? Dedim, Yezid, Hüseynin qızlarından biridir. Atasını yuxuda görüb, ayılıb, elə atacan deyir, ağlayır. Atacan deyir, ağlayır. Deyir, atasını istəyir, deyir, hə. Deyir, aparın, verim atasının kəsiyi başını. Aparın, verin başı, qoy istəyinə çatsın. Deyirlər o xarabalığa, bir qabın içərisində, təştin içərisində mübarək başı qoydular, üstünü örtdülər, təşt gəldi, deyir, həmin o xarabalığa gələndə qadınlar bir-birinə dəydilər. Bu xanım balaca Rüqəyyə baxdı, dedi, bibi, mən yemək istəmirdim. Dedi, bala, o yemək deyil. O sənin atovun mübarək başıdır, örtüyü qaldır, görəcəksən. Deyir, elə ki, örtüyü qaldırdı, mübarək başı gördü. Tarix belə də yazır. Başladı dillərlə oxşuyub ağlamağa, bir sözü də bu oldu. Dedi, atacan, məni bu balaca yaşda kim yetim qoydu? Bu balaca yaşda məni kim yetim qoydu? Deyir, ayaqların göstərirdi İmam Hüseyin əleyhissalamı, atası ilə danışırdı. Deyirdi ki, atacan, bax mənim bu ayaqlarıma, o qədər yollarda qamçı vırıblar, o qədər tikan batıb bu ayaqlarıma. İstəyirdi Yezid səsin kəsə, amma gördü ağlamaq səsi hey ucalır bu xarabalıqdan. Bir sözlə deyim, zəhmətim tamam, Allah inşallah bu ağlayan gözləri qiyamətdə ağlatmasın. Deyir, xanım Rüqəyyə baxdı, bir neçə dəfə mübarək başın apardı, istədi öpsün, gördü hər yer qandı. Hər yer yaradı. Tarix belə də yazır, deyir, hilal qədəri, hilal təzə aya deyirlər. O təzə ay çıxanda nəcür olur? Deyir, o hilal qədəri bir dənə təmiz yer var idi. Xanım deyir, o yeri görən kimi mübarək dodaqların deyir, yapışdırdı həmin. O qədər ağladı, ağladı. Deyir, özündən getdi, səsi də kəsildi. Elə bildilər, qəşş eləyib. Özündən gedib indi ayılacaq. Amma dəqiqələr keçir, saatlar keçir, görür ki, ayılmır. Xanım Zeynəb elə ki, deyir, gəldi, əlin qoydu mübarək, əlin qoydu balanın üstünə. Gördü, yox, qəşş eləməyib, artıq canını tapşırıb. Əla lənətullah.